Azərbaycanda malqara arasında dabaq xəstəliyinin yayılması bazara xəstə və ya ölmüş heyvan ətlərinin çıxarılması məsələsini yenidən aktuallaşdırıb. Azadlıq Radiosu Azərbaycanın müxtəlif bölgələrindən heyvandarlıqla məşğul olan bir neçə fermerlə danışıb. Onların bəziləri kimliklərinin gizli saxlanması şərti ilə xəstə heyvanların satılması hallarını təsdiqləyiblər. Hətta aralarında heyvan bazarları bağlanandan sonra dabaq xəstəliyinə yoluxmuş heyvanını dəyər dəyməzinə satdığını deyənlər də olub. Hardakı qəssablara heyvan tapan şəxslər heç ölməyib ki, bazar bağlandı, kəndi tanıyır, kəsəyi tanıyır, qapı düşür, heyvan yığırlar. Üçün səndən, beşin məndən, dərmanı mən getmişəm, bugün aptek mənə nisiyə verir. Boşluq olduğuma görə təsərrüfatımda pula gedən bu xəstə heyvanımı mən satıram. Yenə də ziyan mənədir, vurulur. Necə? Bunun adı var, xəstədir. Sən heyvanı da var. Məndən ucuz alır, məndən də bəhrələnir, qəssabdan da bəhrələnir. Və yaxşı, mən borcumun qarşılığını almaq üçün mənə dövlət nə verdi ki, mənə də diklənib deyirsən ki, bu xəstə heyvanı satma. Azadlıq Radiosu Qida Təhlükəsizliyi Agentliyindən xəstə heyvan ətinin bazara daxil olmasını önləmək üçün hansı addımlar atıldığını, ölkədə dabaq xəstəliyi yayılandan bəri xəstə heyvan ətlərinin aşkarlanıb-aşkarlanmadığını və digər suallarına reportaj efirə gedənəcən cavab ala bilməyib. Mövzuya qayıdacağıq və agentliyin mövqeyini də geniş işıqlandırmağa hazırıq. Sözü gedən qurumun rəsmi məlumatlarında qeyd edilir ki, ölkədə mövcud xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə oktyabrın 25-dən bütün heyvan bazarları müvəqqəti bağlanıb. Müxtəlif ət kəsimi məntəqələrində monitorinqlər aparılır. Elə bu günlərdə noyabrın 14-də ət sexində 2 tondan çox yararsız ət məhsulu aşkarlanıb. Rəsmi məlumatlarda mənşəyi məlum olmayan, baytar ekspertizasından keçməyən ətlərin bazara girməsini önləmək üçün bütün zəruri tədbirlər görüldüyü bildirilir. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun fikrincə Azərbaycanda bazara ölmüş və ya xəstə heyvanların ətinin girməsi təkcə bugünün problemi deyil və bu təkcə dabaq xəstəliyinə bağlı da deyil. O bunun əsas səbəbini Azərbaycanda ət çatışmazlığında görür. Deyir ki, Azərbaycan daxili istehsal hesabına ət olan tələbatın ancaq 40%-ni qarşılayır. Təsəvvür edin, 30 kiloqramadan başına istehsal olunur, halbuki 78 kiloqram norma. Bu 30 kiloqramın içində adam başına ki Azərbaycan istehsal edir. Burada o ölü heyvanların ətidir, ondan sonra çıxdaş olmuş heyvanların ətidir, xəstə heyvanların ətidir, o da burada daxildir. Əgər bu çıxarılsa ortadan, Azərbaycanda ümumiyyətlə vəziyyət pisləşər. Hökumətə də belə sərf eləyir. Sərf eləməsə, bunun qarşısını alar. Hər kənddə 1-2 nəfər adam var ki, ölən heyvanın ətini alır. Həmin ətlər gedir ictimai yaşayış obyektlərinə, kafelərə, restoranlara, nə bilim ondan sonra yeməkxanalara, şadlıq saraylarına və uzun illərdir. Bu, hətta Sovet hökumətindən bir miras qalıb bizə. Vahid Məhərrəmov deyir ki, bu problemi çözməkdən ötürü ölkədəki bütün heyvanların identifikasiyası aparılmalıdır ki, onları izləmək mümkün olsun. Özəlliklə örüş yerləri ilə bağlı problemlər aradan qaldırılmalıdır ki, ölkədə heyvanların sayı artsın, daxili istehsal güclənsin. Hökumət kənd təsərrüfatının inkişafına dəstək verdiyini açıqlasa da, son illərin rəsmi statistikası göstərir ki, Azərbaycanda ildən ilə malqaranın sayı kəskin azalır. Nəticədə də yerli istehsal azalır, ölkəyə Monqolistan və digər ölkələrdən ət idxalı isə artır.